Yığma komandadır. Buradan deyirəm, bu da efirə gedəcək. Düzdür? Yığma komandanın bir nömrəli idmançısı 250 manat ayda maaş alır. Vüqar müəllim, gedəyim biz özümüz, iki qardaş, oturaq, yemək yeyək, bir çay içək. Normal bir restoranda otursaq, bir 200 manata yaxın gələcək. Bu insan Turqut Həsənov ad olaraq demirəm və Asman Qurbanlı da elədi və bizim başqa idmançılarımız da belədir. Düzdür, 250 manatla, çox üzr istəyirəm dönə-dönə, ailə saxlamaq olar. Bugünkü gündə saxlayırlar, amma normal yaşayış üçün 250 manatla ola bilməz. Və götürək Cahangir Babayev. Dünyada nə qədər hakim varsa karate üzrə 10-cu sıradadır. Birdən 10-cu sıradan da yerlərin bölüşür. Top 10-luqdadır. Bu hakim bugünkü gündə Respublika çempionatı olanda baş hakim sayılmır. Səbəb, sual. Niyə? Bizim bu cür hakimimiz ola-ola, mən kimlənsə ədavətim yoxdur. Hansısa bir hakimimizi, hansısa bir hakimimizi baş hakim qoyurlar. Bu necə ola bilər? Bizim əlimizdə olimpiyadada referlik eləyən hakimimiz var. Dünyada referlik eləyən hakimimiz var. Avropada referlik eləyən hakimimiz var. Bu Cahangir Babayevdir. İşdə bir yerə məqsədimiz olsa ki, nəticə istəyirik, oğula puş qatıb Respublika çempionatına baş hakim seçilmir. Əgər mən nəyisə səhv deyirəmsə, bu verilişdir. Verilişdən sonra yenə mənə zənglər gələcək, ola bilsin. Və yaxud artıq Lorud dedim ki, mənim başımı buraxıblar, zəng eləməyəcəklər. Bilirlər ki, yenə zəng eləyəcəklər, danışacaqlar, başqa verilişdə yenə dediyimi deyəcəm də. Mən kimdənsə çəkinmirəm, həmişə düzgünlüyü tələb edirəm. Mən də insanam, mən də əstağfurullah, peyğəmbər deyiləm, mənim də səhvlərim var, nöqsanlarım var. Amma hər addımı atanda fikirləşirəm.